Salam hər kəsə. Gəlin belə bir maraqlı bir isbata baxaq. Deyək, bəs S6 bucaqlı deyək ki, 3A kvadratı kök 3 bölünsün 2-dir sahəsi. Bəs niyə olduğuna gəlin baxaq. Ümumiyyətlə 6 bucaqlının içindən həmişə bir G nöqtəsi götürürük. Və bu tərəflərə uyğun həmişə bir dənə xəttlər çəkməliyik. Ki, bilək şeydir. Və bu xəttlər də bir-birlərinə bərabər olacaq. Zaten onsuz da bilirsiniz. Ümumiyyətlə G nöqtəsi də ağırlıq mərkəzidir və bu xəttlər uyğun bir şey götürür. Deməli, burası ümumiyyətlə bir orta bucaqlının bir tərəfi A-dırsa, digər tərəfləri də A-dır. İndi bura A-dırsa, burada A-dır, burada A-dır. İndi gəlin bir dənə bərabər yanlı üç bucaq çəkək burada. Ümumiyyətlə o 6 bucaqlıdakı bərabər yanlı üç bucağı göstərim sizə. Bunun sahəsini tapmaq üçün S bərabərdir. Bir dənə AA tərəfləri demişik. Burada AA tərəf. Hətta gəlin bir A'ya 1 verək ki, daha rahat olsun bizim üçün. Yoxsa belə də normaldır. Deməli, biz buradan bir dənə xətt çəkək. Bura bir dənə şey olsun. Hətta bura A böl 2. Burada A böl 2 olar yəqin ki. Hətta bura A böl 2, A böl 2. Bura A. Ümumiyyətlə bir dənə də buradan S hündürlüyü tapmaq istəsək. Bura demişdik, axı o mediandırsa, bura həm də tən böləndir. Bura 60 qalmalıdır. Deməli, A o tərəf, bu tərəfdə ümumiyyətlə bura A bölünsün 2-dir. Deməli, kökü 3 A bölünsün 2 şeyə qalır. Deməli, bir tərəfi, yəni ümumiyyətlə hündürlük H bərabərdir. Kök 3, A kök 3, ümumiyyətlə əslində belə olmalıdır. Deyəsən, bura A bölünsün 2, burada A bölünsün 2. Əgər 30-un qabağı A bölünsün 2-dirsə, 60-ın qabağı da A kök 3 bölünsün 2-dir. Nəysə, belə getdiyinə görə və indi üçbucağın əgər şeyinə baxmaq istəsək, A vurulsun H-dır. İndi S də bərabərdir. A kök 3 bölünsün 2 vurulsun A. Bölünsün 2-yə. Və 2-də 1. Vurulsun 2-də 1. 2-də 1. S də bərabərdir. Gördüyünüz kimi buradan həm şeyin isbatını eləyəcəyik, həm də bunun da isbatını etmiş oldum. A kvadratı kök 3 bölünsün 4-dür. Nəysə, gəlin bunları silək və bu düsturu yeri qalsın yerində. Dəqiqə. Hətta bunun da isbatını verdim. İndi gəlin şeyə baxaq. Əsas isbatımıza. Ümumiyyətlə, bir üçbucağın bildik ki, sahəsi SA kvadrat. S bərabərdir. A kvadratı kök 3 bölünsün 4-dür. A kvadratı kök 3 bölünsün 4-dür. Niyəsində indi dedim. Sonra da bunları elə bir ki, 6 dənə üçbucaq olduğu üçün hər bir tərəfində S bərabərdir. Elə bir ki, 6 dənə sahəyə vuracaq. A kvadratı kök 3 bölünsün 4 vurulsun 6. Ümumiyyətlə, bunlar da gedər. Qalar cavab yenə də 3A kvadratı kök 3 bölünsün 2-yə. Və isbatını da etdik.